Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. İnsafəli Hidayətəm və 189-cu Mühəndisi Cəhl programın başlayıram. Umarım ki, bu cələsədə bir türkçe kitabla tanış olmaqla Türk dünyasının, Türk uyğarlığının, Türk yazı uyğarlığı, Türk düşüncə uyğarlığı, Türk ərdəm, əxlaq uyğarlığı, Türk fəlsəfə uyğarlığı, hətta Türk din uyğarlığı ilə daha çox tanış olaq, siyasəti ilə, tarixi ilə daha çox tanış olaq və beləliklə eləyə bilək ki, özümüzə özgüvənimizi, milli özgüvənimizi əlimizə alaq və millətimiz, Türk milləti yenidən dünyanın ən böyük gücünə çevirək. Və bu sadəcə özümüzü tanımaqdan keçər. Mən bu günləri, yəni olur dünən, amma sizin vaxtla dünən, bizim vaxtla bugün Böyük Prezident Erdoğan cənablarından bir video paylaşdım. O da inanır buna ki, biz mütəəssifanə tariximizi öz gözümüzdən, öz yazılarımızdan, öz kitablarımızdan, öz dədələrimizdən, babalarımızdan eşitməmişik, oxumamışıq, bilmirik. Onun üçün özgüvənimizi əldən vermişik. İndi isə hardan öyrənirik? Bunları batıdan öyrənirik, düşmənlə. Düşmən bizə nə deyirsə, biz də onlar dediklərinin üstünə şək eləmirik, qəbul edirik. Təbii ki, düşmən batı dünyası bu günləri fizikdə, şimidə, göyə getməkdə, dəstgah düzəltməkdə, dəzgah düzəltməkdə, maşın filan düzəltməkdə çox ciddi önə keçibdir. Çünki Birinci Dünya Savaşında Türklərin əlində olan fabrikaları, təyyarə fabrikaların, tank fabrikaların, maşın fabrikaların, gəmi fabrikaların hamısını soyutlar apardılar. Deyəcəksiniz ki, bu nədən məsələn, yenə də burada gəlir ki, insanlar deyir, Türklərin belə bir şeyi var idi məyə. Çünki eşitməmişik ki, qulağımız taqqıldır və özümüzə həqir gördüyümüz üçün deyirik, yox, Türklərin belə bir şeyi ola bilməz. Türklərin belə bir şeylər var idi, çox ciddi varlar idi və biz bilirik ki, Türklər Sultan Məhəmməd Fatih dövründən teknolojiyə girişiblər. Ağır teknolojilərə sahib olublar. Və 100 il bundan öncəyəcən, yəni Birinci Dünya Savaşının sonuna qədər də Türklər çox ciddi şeydilər. Baxın, o zaman ki, Batılılar eləyə bildilər, Osmanlıya müvəffəq oldular. Həman oyunu Osmanlının başına gətirdilər ki, Almanın başına gətirdilər, Japonun başına gətirdilər, İtalyanın başına gətirdilər. Yəni, Almanda da gəldilər, fabrikalar açdılar, apardılar. Sonra Almanlılar getdilər, yalvardılar, ayaqlarına düşdülər, dedilər, hər nə istəyirsiniz eləyin, karxanaları qalsın, biz sizə borclu olaq, hər şeyi borclu olaq, siz deyin, ordumuz olmasın, olmasın, təyyarə düzəltməyək, gəmi düzəltməyək, silah düzəltməyək, siz nə deyirsiniz, odur olsun. Amma aparmayın, çünki biz mütləqa fəqrə gələrik. Osmanlıda bu olmadı, çünki Osmanlıdan sonra Amerika deməyək, Qərbin, Batının öz adamları iş üstə gəlmişdi və onlar o siyasət aparırdılar ki, Türklər hər cəhətdən kasıblasınlar, hər cəhətdən fəqir olsunlar. O qədər fəqir olsunlar ki, tarix fəqirliyinə düşsünlər, kasıblığına, dil kasıblığına, din kasıblığına, sərvət kasıblığına, torpaq kasıblığına belə düşsünlər. Ondan sonra da daimən o Türkiyə, bugünkü Türkiyə ki, Osmanlının torunları hesab olursa, ya davamı hesab olur, bugünkü Türkiyənin içində silahlı qruplar yaradıblar. Geçən 40 ildə Türkiyədə qoymayıblar ki, onlar məcal tapalar, ayaq üstə tutalar. Çünki hər halda Alman nə qəddə deyəndən sonra Avropanın bir parçası, Məsihiyyət dünyasının bir parçasıdır.
Məsihlərə zərər verməyibdi. Ən çoxu budur ki, biraz Yəhudi öldürübdü. Onlar da gətirdilər müsəlmanların başına saldılar. Hər halda biz istəyək ki, Tazaşdan qeydaq. Bir əbər qüdrət olaq. Böyük, ən böyük olaq hətta. Budur ki, geçən 100 ildə, 120 ildə hər nə ki batılılar və framasonlar yazıblar bizim üçün, onların hamısını batilə kağız eləyək, dökək aşqal qabıya. Yumurta qabı eləyək, onlarda yumurta daşınsın. O birisi kitablarımızı, əski kitablarımızı Tazaşdan oxuyaq. Təbii ki, teknolojimizi gərək hər yerdən də alaq. Japondan, Çindən, Amerikadan, hər yerdən eləyəmsək teknolojiləri. Adam göndərək, öyrənsinlər, gəlsinlər, düzəsinlər. Teknolojidə özümüzü bir müddətdən sonra onlara yetirərik. Amma bu şərtinə ki, əvvəl beynimiz onların işğalından qutarandan sonra teknolojimiz onlara yetişər. Yoxsa teknolojimiz onlardan, beynimiz onların işğalından qutarmasa, teknolojimiz onların işğalından qutarmaz. Yəni, onlardan üstünə keçənmərıq, inanmarıq da. Hər nə qədər desələr ki, türklər filan şeyi düzəldirlər, yox baba. Deyərik, keçərik, məsqərə elə. Hətta Türkiyənin özündə bu günləri təyyara düzəldirlər. Məsqərə eləyənləri çoxdur. Yəni, siyasi partilər belə məsqərə eləyirlər. Bu qədər ciddi bir məsələdir. Tamam. Bunun üçün keçək türkçə kitablar oxuyaq. Görək ki, bizim dədələrimiz o zamanlarda dünyada nə görüblər, necə bu dünyanı ələ keçirtmək üçün nə zəhmətlər çəkiblər, dində, ədəbiyyatda, dildə, dünya görüşündə, teknolojidə nə cür dünyanı görüblər və nə cür bunu dəyişdiriblər. Keçən günlərdə 160 neçə dənə, 170 dənə kitab indirdik. Bunlardan buracan ikisin oxumuşuq. Əlbəttə üçün. İndi 54 fərzi, bu 54 adlı fərzi açaq görək ki, bu nədir? Dünənləri, yəni keçinci ən son proqramda, bərnamədə 188-də bir dənə kitab oxuduq. Həlli təhqiqat-ı məsnəvi. Yəni, adam gedibdir 5 dəfə ya 4 dəfə, yadımda deyil, 4 deyildi emalən, ya 5-dir, 5 dövr məsnəvini əllə yazıbdır. Yəni, necə biz uşaqlıqda, bilmirəm indi mədrəsələrdə nə cürdür, İran adlanan yerdə biz uşaqda o müəllimlər mədrəsədə dərs verərdilər, sonra məşq verərdilər, biz gecədə onu yazaq. Axşamacan orada dərs oxuyor, axşamda gedəcəksən hala işləməyə, o da vardı, yəni səhər gedəcəksən filan. İşləməyə gedəcəksən, axşamda gələcəksən, evdə məşq yazacaqsan. Bu adam da özü bir dənə məşq elib, ya sifariş alıb, hər nə xəttinə görə oturubdur, çox da gözəl xətti var əlbəttə. Oturubdur onu 4 dəfə, 5 dəfə yazıbdır, sonra da gəlibdir, oturubdur, şey eləyibdir, müqabilə elətdiribdir və öz düşüncələrin, onun bəzi beytləri haqqında, bəzi düşüncələri haqqında Moğləvinin əlbəttə, rəhmətlik böyük Həzrəti Mövlana deyək da, yəni böyük bir insandır. Bu kiçik bir insan deyil ki, adamın öz evladı deyil ki, hər halda bu dünyada bir böyük tarixdə adı qalan bir türküdür. Həzrəti Mövlana bəzi şeirlərin seçir və onları açıqlamaq üçün, dərin mənaları olan şeirləri açıqlamaq üçün hərəsinə 5 beyt özü onun izah eləmək üçün, onu açıqlamaq üçün şeir yazır. Və çox gözəl açıqlır məncə ədəbiyyatda. Əlbəttə sonunda, kitabın sonunda da 2-3 dənə çox gözəl şairlərdən çox gözəl şeirlər gətirir ki, o da türk dünyasının, mən dünən də dedim, yazımda da yazdım hətta ona. Mən deyərəm ki, əgər fars dünyasında eləyə bilsələr, gəlsinlər o şairlərin, bunun xəttidir, gözəl xəttimiş, bu yazıbdır, sonra da özünün fikrinə gəlib ki, mən bunu belə bir şey yazım. Bu kitab əlbəttə axirdə də görürsünüz, çəsb ilə bunu
şey eləyiblər, çünki cırılmışmış. Bu axirdə burada kitab qurtarıbdı 1216-da və buradan bu üzə bəzi şairlərdən çox gözəl şeirlər gətiribdi ki, indi o şairlər gəlsinlər, bundan bir rəqabət eləsinlər. Yəni bu qədər. Yəni fars şeirində yazan şeirləri gətirir, hətta türklər ki yazıblar. Əlbəttə fars dilində təqribən farslar bir şey yazmır. İlləti bu ki, türk dilində görürük ki, Türk-Fars ədəbiyyatını yaradanların əsli türklərdir. Və bir də bilirik ki, türklərin ikinci gəlişi ilə ki, bu tərəflərə gəlirmişlər, hakimiyyət də, millət olaraq yaşırdılar. Amma hakimiyyət olaraq Çin tərəflərindən başlayırlar, Hindistandan gəlirlər, yavaş-yavaş gəlirlər bura. Bu ikinci ordu deyək, ordu gələn zamanda görürsünüz ki, o ordu gəldikcə fars dilinin də kitabları gəlir bu tərəflərə. Türklər gəlir və türklər gətirir. Bu bunu göstərir ki, bu dili türklər düzəldiblər. Mən deyirdim bəlkə, düzün axtarsaz, dünənəcən, hətta bu gecə yarısınacan, belə düşünürdüm ki, dünyada türklər çox dil düzəldiblər. Amma dünən gecə yenə bir video gördüm. O videonu yaymışam orada. İbri, yəni Yahudilərin İsraildə danışılan dili. Onu bir dənə xanım da danışır, deyir ki, bu dili düzəldiblər. Sonra deyir, mən dedim düzəldiblər. Niyə düzəldiblər? Onu açıqlayır ki, niyə dedim düzəldiblər? Deyir ki, bu Birinci Dünya Savaşından biraz öncə, 20 il öncə zat, bir nəfər Ruslu adın deyir ki, bunun adı bu idi, şöhrəti bu idi, sonra dədənənəsi də bu idi. Bu sonra adını dəyişdi, adını qoydu Yahuda, şöhrətin qoydu Yahuda, ailə adını qoydu Yahuda. Və bu əski şeydən, mən bunun şeydə çət eləmişəm ingiliscə, nə GPT çəkdə, nədir o GPT, nədir onda çət eləmişəm, bunu səsli faylım mənə göndərəcək. Dedim ki, səsli faylın hazırlasın, göndərsin, onu yayacağam. Orada bəhs edirəm, deyir ki, biraz bu kor, meyvənin məsələn o içində dənəsi olur, ona kor deyirlər, mərkəz. Deyir ki, bu adam ki, bu Ruslu adam ki gəldi, İbri dilini düzəltdi ki, bugün İsraildə danışan dil İbri dildir. Buna deyirlər modern İbri, modern İbri. Niyə? Çünki bunun ömrü 80 ildə olmayıb hələ. Bunu o kişi düzəldibdi. O kişi də hara ilə düzəldibdi? O kişi, o Ruslu da bunu birazın o əsli İbrilər ki, 2500 il bundan qabaq var imiş və 2000 il danışılmayıb bu dil. 2000 il Yahudi dili yoxmuş əslində. Fəqət bunların o kilisalarında, tapınaqlarında, tapınaq məbədlərində o dua şeklində oxunan kitablar varmış. Namaz şeklində oxunanlar varmış. Yəni o həddə dil varmış. Ondan sonra o da dua diliymiş. Yəni danışmaq gündəlik dil deyilmiş. Onun üçün İbri deyə bir dil yoxdur keçən 2000 ildə. Geçən 100 ildə, 120 ildə bu Ruslu gəlir oturur bir dil yaradır. Birazı bunun kökünün birazı, çox azı. Mən hətta o çətçi elirdim. Orada dedim ki, 100-dən azdır, ya 1000-dən azdır, ya 1000-dən çoxdur bu kök işi deyirsən. Deyir ki, 1000-dən çox 1500 ola bilər. Yəni 1500 kəlmə tarixdəki İbri olan kəlmədən götürüblər. Qalanın indiki ərəbidən. O xanım da göstərir ki, ərəbiyə çox bənzir. Sonra biraz İngilisi, biraz Fransa, biraz Almanı, biraz Rusi bunları da götürüblər. Bir dil düzəldiblər. Adına deyirlər İbri, İsraili. İbri. İsrail, hətta cəlibdir ki, ChatGPT deyir ki, bu Zionist İbri, Səhyonistlərin, çünki deyir, Yahudilərin İsraildən hamısını, İsraildə yaşayan Yahudilərin hamısı yox.
Ya İsrailin rəsmi Yəhudi dili İbri dilidir. Amma ondan qalan bir iddə ki, İsraildə yaşayan həm onların, həm də tamam Yəhudilər ki, dünyanın hər yerindəsə, onların heç birisi o dili danışmırlar və başarmırlar. Amma İsrail onu necə İranda bizə farsı, türklərə, ərəblərə, bəluçlara, türkməənlərə, qəşqailərə, lodlara, ciyləşlərə, mazənilərə, kürdlərə, talişlərə fars dilini zorurlar. İsraildə də müxtəlif yerdən gələn insanlara ki, təşviq verirlər, pul verirlər ki, gəlin burada yaşayın da, siz gəlin burada yaşayın. Çünki istəyirlər uşaqları orada doğsun, orada uşaqları çox olsun, cəmiyyətləri çox olsun, eləyə bilsinlər, ərəblərin əlindən çıxasınlar. Cəlib ki, Tazaşdan bugün bir video yenə mən gördüm, yenə də bunu yaydım. Aha, dedim, o cürsü bir dil düzəldiblər Yahudilərə. Sonra bir dana da dil düzəltdilər, Esperanto. Bunu da yenə Yahudilər düzəltdilər. Bu da 2-ci Dünya Savaşından sonra ehtimalən düzəldi. Çalışdılar ki, bunu da dünyada yaygın eləyələr. Bir dil yaradalar ki, onunla, hamı onunla danışa bir-biri ilə. O da tutmadı. Çox da sadə dil idi, çətin dil deyildi, elmi bir dil idi. Amma tutmadı. Yəni, nə cür oldu ki, əvvəllərdə hətta məsələn, inqilabacan, İranın 57 inqilabınacan o mollalar millətin əlindən, yəni, beləsi nə cür deyim də, onu mən heç deməsəm yaxşıdır, pis söz deyəcəm. O şahın devriminəcən, beləsi deyək, şahın devrilinəcən bu Esperanto ruznamələrdə, məcəllələrdə yaygın idi. Çalışırdılar ki, adamlar, hətta mən özüm də məsələn 12-13 yaşım var idi, məsələn ilməhz alırdım, həftədə 2 tümən 20 qran. Usta həftəlik verirdi. Biraz da lay salırdıq türkçəsi, axşamlar özümüz izafi işlirdik. Bir 7-8 tümən olurdu həftədə. Ondan gedərdim mən Gəcildən ya Şəhnazdan köhnə məcəllələri alardım, gətirərdim, oxuyardım onları. Məsələn, orada siz bunu görürdünüz ki, Esperanto var. Mən o zaman məsələn özüm əlaqəm var idi, Esperantonu öyrəşəm. Çox da sürətlə gedirdi qabağa. İnqilab düşdü, qaldı, hər şey dayandı. Tabii biz də Esperantonu buraxdıq da. Esperanto kim, biz kim? Sonra da ərəbi dilinə mənim çox əlaqəm var idi uşaqlıqdan. Ərəbi dilinin dalısından getdik, o da çox uzun çəkmədi. Yəni istədim deyəm ki, mən deyirdim ki, türklər fəqət dil yaradıblar, fars dilin, ordu dilin yaradıblar. Amma sonra görürəm ki, bəlkə də ayrı dillər yaradıblar, mənim xəbərim yoxdur. Və elə hələ bildiyim bu 2 dildir. Amma sonra gördüm ki, Yahudilər keçən 120 ildə yaradıblar. Və keçən bu 120 ildə bunu dövlət dili eləyiblər. Özü bir dənə Yahudi yaradıbdı. Yəni adı da var indi, orada baxsaz videosunu qoymuşam mən Instagramda. Daimi qalacaq da, əlbəttə həm üstə qoymuşam, həm də şeydə qoymuşam, daimi qalacaq, insanlar görsünlər. Böyük prezident Rəcəb Tayyib Ərdoğanın da o gözəl danışığın ki, mənim ürəyimdən xəbər verdi. Bilmirəm, onu da ha vaxt danışıbdı. Nəzərimə biraz əski sözləri olacaqdı. Çünki taza sözlərində biraz yaşlanıbdı. O sözlərdə çox yaşlı deyil. Yəni indiki qədər yaşlı deyil. Amma çox sevindim mən. Çünki mənim düşüncələrim orada münəkkis olur. Benoi demək olar ki, mən onun əlində olan məlumat olmayaraq o yerə yetişmişəm. Onun əlində sirri, gizlin dövlət məlumatı olaraq o yerə yetişibdi. Hər halda çox həm özümə güvəndim, həm də ki bu tərəfdən də güvəndim ki, bir siyasi insan ki, o da ali İslam dünyasında, Türk dünyasında çox böyük bir, güclü bir liderdir. O da bu düşüncəyə yetişibdi. Bu mənə çox xoşbəxtlik gətirdi. Hər halda bu fars dili də bizə şeydir. Hətta o türklər ki, istəyirəm bunu deyəm, o türklər ki, fars dilində şeir yazıblar, onların da belə şeirlərini gətirək, buradakı şeirlər ki, mən dünənlər kitabın axirində oxuyanda oxudum, onlarla da bir yerə qoysaq, yenə də vaqəən o şeirlər ki, farslara yazıblar, türklər fars dilində yazıblar, onlar da bu türk şeirinin gücünə və o nədir buna deyim, tavsifinə, vəsfinə, mən bunun türkcəsini bilmirəm ki, mən farsça oxuduğum üçün türkcəsinin sözlərini bilmirəm.
Bəzi dostlar hey mənə irad yazırlar. Dostlar, yazın. Mən çox sevinirəm. Əslən də narahat olmuram ki, siz məni niyə tənqid edirsiniz? Çünki mən öz eybimi bilirəm. Öz eybini bilən adamı tənqid edərsiniz ki, niyə çalışmırsan öyrəşəsən? Amma mən ki çalışıram öyrəşəm, məni gərək təşviq eləyəsən ki, ha, gedirsən qabağa, get, yaxşı get. Köməklik eləyəsən. Köməklik nədir olar? Köməklik də bunlar ki, videoları yayarsan, 4 dənə sual soruşarsan, bir dənə kitab mərrif elərsən, bunu da oxu, onu da oxu, ondan da bir şey öyrəş, bundan da bir şey öyrəş. Ya 4 dənə ustad tapılar, türk dilində olan insanlar deyərlər, qardaş gələn köməklik eləyək, bunu oxu cinən özünü bir yerə çatır, sənin ki əlaqən var, istirsən, vaxt qoyursan. Gələn biz də köməklik eləyək, məsələn, sən gələn bu sahədə dərs oxu, get filan danışqahda oxu, get Bəhman danışqahda oxu. Məsələn, bu da o şeydir ki, mən deyərəm ki, mənə köməklik eləyən, mənə bu hətta köməklik eləyə bilər. Yoxsa mən məsələn eybimi bilirəm, bilmirəm deyil. Bilirəm də ki, nədir bunu aradan aparmaq olar? Çalışıram da və hətta mənə deyənlərdən çox çalışıram. Yəni öz başıma mən başlamışam, əlyazmalar oxuram türk dilində və 500 illik, 700 illik, 1000 illik kitabları oxumağa çalışıram. Bu bunu göstərir ki, mən iradımı bilirəm və bunu aradan aparmağa çalışıram. İradı bilməmək eybidir, bilib axtarmamaq eybidir. Amma iradı biləsən, bu özü bir böyük məsələdir. Sonra o iradı aradan aparmağa çalışasan, bu da bir gözəl məsələdir ki, əllərin ağrımasını demirəm deyin, amma yəni bu işi görürəm. Umarım. Bugünkü kitaba geçsək hər halda, hər kitab bizi türk dilini, o mühəndisi cəhl, o ki bizə tarix yazıblar, bizə dil yazıblar. Məsələn, bizim şeylər var, dostlarımız vardı. Mən videolarını görürəm, yavaş-yavaş əlimə gəlir. Çox da ləzzət aparıram bəzisindən. Bəzisində də beynim o farsçılıq ki burada vardı, müxalifət edir. Çünki biz kimdən öyrəşmişik? Türk dilinin qaidələrin. Məsələn, Aryayı, nə bilim, Hindurupayı. İşğalçılardan öyrəşmişik. İşğalçı gəlib deyib ki, mən bu Hindistanı və hindiləri ki 1 milyarddan da çoxdular. O zaman məsələn 600-700 milyon idi. Avropada məsələn 20 milyon, 30 milyon idi. 50 milyon idi. Bunu gərək bir cür bağlayam özümə. Ki o özün məndən bilə mənim əleyhimə inqilab eləyib istiqlal istəməyə. Və mən də bu tərəfdən teknolojik olaraq onun üstündəyəm, siyasi olaraq onun üstündəyəm, iqtisadi olaraq onun üstündəyəm, rifah olaraq onun üstündəyəm. O elə mənə biraz şeyi var, marağı vardı ki, mən də gedim Avropalı olum. Mən Avropalı olsam onlar kimi savadlı olaram, düşüncəli olaram, rifahım olar, maşınım olar, evim olar, filanım olar, bəhmanım olar. Bunları biraz da biz düşüncə ilə bağlayaq. Bunlara deyək, sən hindi, aryayısan. İndi bizim bir nəfər gələdi ki, bu dil, məsələn, Hindi-Avropayı deyil. Məsələn deyirəm, deyək ki, bu Türki-Hindidir. Məsələn deyirəm, dedim, bilmirəm ki, o cür bir şeylər ola bilər, ya ola bilər. Niyə biz bundan müxalifət eləyək? Çünki Avropalılar deyiblər olmaz. Dostlarımız indi gəlirlər bəzi kəlmələrin kökün deyirlər, belədir, elədir, filandır, bəhmandır. Məncə, biz bunlara etiraz eləməməliyik. Əlləri ağrımasın, bir iş görürlər. Ehtimalən bir yeni dilçilik, türk dilçiliği, türk baxışından dilçilik elminin bünövrələrini tökürlər. Hətta savadsızlarımız. Yəni, deməyək, bunun savadı yoxdur, bu dil oxumayıb danışqahda hardan gəlir bunu deyir. Heç vaxt tarixdə dilləri yuxarı səviyyədə savadlar olanlar, o səviyyə, məsələn, bir işdən o adam qoyur, o işlədəsən dərs oxumayıb ömründə. Amma gedib onu işləyibdir, onu qoyubdur. Tamam elmlər bu cür olub. Tamam elmi, heç kəs gedib əvvəl fəlsəfə oxuyub, sonra filosof olmayıbdır. Fəlsəfənin bir öyrəsini qoyanlar elə gediblər küçədə danışıblar, fəlsəfə çıxıb, yavaş-yavaş adından deyiblər fəlsəfə. Marie Curie gəlibdir bu atom məsələsində. Nə bilim, filan kəs gəlibdir filan şey məsələdə. Hər kəsin gəlibdir, işləyibdir. Yavaş-yavaş o birisi nəsli də elm deyiblər ona. Bizim də insanlarımız indi tarixdə, dilin kökündə, dilşünaslıqda, türkçülükdə. Türkçülük biz bir var ki, deyək, Almanlılar, Amerikalılar, İngilislər, Fransəllər, Ruslar nə deyirlər türk dili üçün?
qıblamız ola. Bir də bacı özümüz gedək. Məsələn, Kürdlərin indi özlərini bağlıblar ariyalığa. Dünənlərdə o neçə gün bundan qabaqda o adam gedibdi məclisdə danışıb ki, biz ariyayı əsliq. Məsələn, nə olsun ariyayı əsl olun, iftixarı nədir ki? Biz də Türkiyə əsliq əslində. Sən ariyayı əsl olursan ol, mən sənin ariyayı əsliğin mənim türklük əsliğimin yanında nə bir imtiyazdır, nə bir əskiklikdir mənim üçün. Biz Türkiyə əsliq, qutuldu getdi. Bizimiz, dədəmiz, nənəmiz, tariximiz, torpağımız, hər şeyimiz türkdür. Sən ariyayı olasan, əsil olasan, fəri olasan, köçsənsən. Və bizim dilimizdə, tarix dilimizdə, ədəbiyyatımızda, bizim millət arasında, hətta yazılarda demirəm, Kürd yəni köçər, köçəri. Dağa Kürd gəlibdi, yəni oba gəlibdi. Köçəlilərə biz Kürd deyərik, qutuldu getdi. Siz köçərisiniz, bizim torpaqlarımıza köçmüşsünüz. Qutuldu getdi. Neçə mərhələ köçünüz vardı. Bir mərhələ Osmanlı dövründə var, bir mərhələdə o birisi dövrlərdə vardı. Nadir Şahla bəlkə vardı bir miqdar. Hindistandan gəlmə. Qutuldu getdi, yəni bunları biz şey eləməyək. Dostlarımızı. Hər halda gedək bugünkü kitaba. Bugünkü kitabımız o 26 dəqiqədə beləsi danışırıq. Yəni adam hey istəyir ki, şey olsun. Amma görürsünüz ki, sözü gəlir, nə mənə də bezi gətirir və davam edir. Bugünkü kitabımızın adı 54 fərz. Görək bu fərz aya teori anlamındadır. Çünki qəblən biz fərz bunu tuturuq. Teorida fərzin ingiliscəsidir. Fərz edirik belədir. Məsələn, baxın, bir də deyirlər ki, ağa, bu iki siz deyirsiniz, Allah insanı yaradıbdır, ya göyü, yeri yaradıbdır. Bu nağıldır, belə bir şey ola bilməz. Göydə Bing Bang olubdur. Xoş, deyirik ki, nədir o Bing Bang? Eyni bunun tayıdır da. Burada bir teori var, bir fərzi var. Çünki heç kəs bilmir nə olubdur. Orada da bir fərzi sən indi qoyursan ortaya. Sabahlarda mümkündür biri qoysun. Heç birisi ispat olmayıbdır. Amma bizim din baxışında beləsi deyirlər. Siz də o cürsü partlamaqla deyirsiniz. Amma onun partlamağında hər halda gərək bir dənə illət-i məlul ola. İllət-i əvvəliyyə. Ən başda bir dənə illət ola ki, bir şey partlayır. O illətin bir dənə maddi vücudu olmalıdır ki, o partlamağa. Hələ o illətin özünə yox ha. Məlulun özü münfəcir olsun deyə əvvəlcə bir maddi, o maddəni hardan gətirib, kim gətirib, nə cür gəlibdir. Mütəhərrirdir kimi deyirdi ki, ona biz Allah deyirik. O ki, o bingi bəngi yaradır, icad edir, biz ona Allah deyirik, o gücə. Hər halda. Fərz görək o 54 fərz nədir? Kitab Süleymaniyyə kitabxanasında İstanbulda, Türkiyədə saxlanır. Burada əlan səhifələri görürük. Mən bu səhifəni kiçiltmişəm ki, kitab yerləşsin səhifəyə. Biraz görün bunu eləyə bilsək. Bəli, oldu. Bu bura yerləşir. İndi burada biz bunu görürük. Kitab buradan başlayır. Bunu biz xəttin görürük. Üç tərəfdən kitabın üstü, qutaran tərəfi, yəni o ağız tərəfi və aşağı tərəfində ağ yer qoyubdur yazmaq üçün. Kadrzadı yoxdur. Bəzi kəlmələri qırmızı yazıbdır, bəzi kəlmələri bir çox kəlməni qərə yazıb, içində bəzi kəlmələri, cümlələri qırmızı yazıbdır və onların da səslərini qoyubdur. Bu səslərdə, bundan bu yüzden türkü danışacağım proqramda. Çünki məncə dahi bu 100, hətta istəyirdim 250 ilə farsı danışam, sonra keçəm türküyə, amma elə bugündən başladıq. Yəni, özümlə belə qərara gəlmişdim ki, dahi 190-cı proqramdan türkü danışaq kollən, kitabı da türkü danışaq, kitab türkü oxuyuruq, elə bu danışdığımız da türkü danışaq, geçsin. Hər kəs istəsə ki, o kitabları fars dilində bilsin, bilirlər ki, o vardı, gələrlər buranda görərlər.
və düşmənlərimizin qabağında hər kəs deyir ki, türk dilində kitab yoxdur. Gəlsinlər bunları göstərsinlər. Bu mənim tərəfimdən bir peşkəşdir. Milli türk insanlara, milli çalışan, milli olmayan türklərə də belə və düşmənlərə də bir töhfədir mənim tərəfimdən. Mən də dədələrimizin yazdıqları töhfəni ki bizə yetişibdi. Bunu oxuyuram, tanıtdırıram. Bunu qoyun, hər kəs danışsa, vurun ağzına bu kitabla ki, get bu kitabı oxu, sonra gələcəklə ki, türk dünyasında kitab var, yoxdur. Həm də ərəb əlifbasında, həm də mən İnsaf Əli Hidayət kimi türk dilində savadsız bir insan bu kitabı oxuya bilir. Bəs bu bizim dilimizdə yazılıb ki, İnsaf Əli bunu oxuya bilir də. Yoxsa bir ayrı dildə yazılsa, Osmanlıca yazılsa, Osmanlıca dediyiniz bir ayrı dil olsa ki, türk dili olmasa, tamam İnsaf Əli oxuya bilməz. Amma əgər İnsaf Əli bu kitabı oxuya bilər, Cuğatay da olsa oxuya bilirsə, yəni o bizim dilimizdir, ləhcəsi fərq elər. Amma türkcəni də görürük ki, baxım görüm, türkcəni də elə şey qoyubdu, səs qoyubdu. Yəni bu kitab mənim nəzərimdə çox önəmlidir. Çünki biz bu kitabı oxuduqca görürük ki, baxın, əvvəl bunu türkcə indi deyirəm, dostlarımız ki, qulaq asdılar, bunu görsünlər. Biz danışanda hərf ilə danışmırıq, biz səslə danışırıq. Səslə danışanda əvvəl mədrəsəyə gedəndə deyirlər ab, ab. Səsləri bizə öyrədirlər. Səs ab. Farsça bizə bunu öyrətdilər. Baba, b, a, b, a. Baba. Səsləri biz öyrədirlər. Biz indi bu səslərdən dədələrimiz gəliblər deyiblər, bizim ağzımızdan bu səs çıxır. X, ç, c, g, q, m, n. O birisi nə? M. Bunun iki burundan çıxır. Deyiblər, bunlara bir əlamət yazaq, nəqqaşi eləyək. Bu əlamət nəqqaşi eləyək. Hər kəs bunu görəndə desin ki, bu səsdən məsələn n çıxacaqdır, bu səsdən m çıxacaqdır. Biz nəqqaşiləri görüb, səsləri zehnimizə, o nəqqaşi dilləri olar. Bu əlifba ki, biz indi bu kitablarda görürük, bunlar nəqqaşi dilər. Bunları qərardat qoymuşuq, ictimai qərardat qoymuşuq ki, bu belə bir nəqqaşi çəksək ədir. Bunun üstünə bir səs qoysaq beləsi, ona ə deyəcəyik. Altına qoysaq e deyəcəyik. Üstünə bir vav kimi qoysaq ö deyəcəyik. Əgər qabağına bir böyük vav qoysaq, buna u deyəcəyik. Əgər belə bir xətt yazaq, altına 2 nöqtə qoyaq, ona deyəcəyik i. Əgər məsələn 3 xətt qoysaq, deyəcəyik ap, öp, ip. Hər nə mənə desək. Əgər üstünə qoysaq, deyəcəyik an. 2 dənə qoysaq, deyəcəyik at. 3 dənə qoysaq, deyəcəyik as. Yəni, bu bizim şeyimizdə. O səslərin nümayəndəsidir orada əslində. Biz nəqqaşiləri beləsi eləmişik ki, bu nəqqaşi, qərar qoymuşuq ki, bu nəqqaşilər o səslərin əlamətidir. O səslərin əlamətini qoymayanda biz fəqət nəqqaşi görürük, onun səsini bilmirik nədir. Yəni, məsələn, 100 il bundan qabaq, 1000 il bundan qabaq bizim dədələrimiz məsələn, yazıblar əlif, sin, lam, əlif, mim, k. Bu nə deməkdir? Amma görürük ki, məsələn, bu deyib ki, İslamün. Elə bu, da buna İslamun demirik, İslamün. Bu səsləri hardan bilirik? Ə, e, ö, a, i, u, ya sakindir, ya ü, ö. Bunları hardan bilirik? Bunları o səslərdən bilirik ki, Tazaşdan bunu da əlavə eləyiblər. Bu kitabda o səsləri də gətiribdir. Onun üçün bu kitab mənim şəxsən özümə çox önəmlidir. Çünki türk dilin yazmağı o zamanın o torpaqda ki yazılıb bu kitab, o zamanda yazı dili ya o bölgənin rəsmi dili, yazı dili, türk dili və kəlmələri, sözləri, səsləri nə cür çıxadırmışlar, nə cür anlaşırmışlar bir-birlərinə, onu bizə göstərir və biz onu yazırıq. İndi bunların nümunəsinə yetişəndə, məsələn, onları bir-bir deyərəm. Tamam. İndi bu kitaba baxırıq, burada görürük ki, kitab qıraqları çox şey olubdur, zərər görübdür, ziyan görübdür, əyribdir, yıpranıbdır. Ortasında da görürük ki, hər yerdə əl barmağı yeri var.
Məsələn, burada görürük səfəni hardan çevirirmişlər. Orada əl barmaq yeri var. Çoxlu şeylər vardı. Bu kitabın əslindən götürüblər. Kitab əl yazma kitabıdır. Hər səfədə mən bu cür görürəm 7 sətri yazılıbdır. Hər sətrin sonunda sonki səfhədə nə yazılacaqdır, onu hangi kəlmə ilə başlanacaq onu yazır. Əlbəttə səfəni çevirəndə üçün səfənin arxası cırılsa da üstündədir, onu yazmır. O səfəni yazacaq cırılsa biz onu tapa bilmərik. Onun üçün qabaqca nömrə qoymurdular, onunla bildirirdilər. İndi nömrə qoyulur. Görürük ki, burada da çox gözəl bir kitabdır. Mütəəssifanə burada görürük ki, su tökülüb, ya hər nə tökülübdür. Siliblər, kitabın yazısı dəyib bir-birinə. Amma kitab üst-üstə qəşəng qalıbdır. Düzdür, ora-burası şey görübdür, amma yaxşıdır. Bu kitab 48 səhifədə yazılıbdır, yetişdik axirinə. Axirində də bir ədədlər falanlar yazıblar ki, bunlara da baxarıq, görürük ki, nədir və sonda da bir dənə elə bir nəfər soralar gəlib. O kitab qutarandan sonra gəliblər, bir şeylər burada əlavə ediblər. Gedək kitabın üstünə və kitabdan sürətlə oxuyaq, görək ki, nədir. Burada elə bir şey yazıbdır. Xuda 50 ya haza 54 fərzi bəyan edər. Haza ərəbcədir. Haza, yəni bu kitabı işarə edir. Bu 54 fərzi bəyan edər. İndi burada eydər, idər deyil, eydər. 4. Əlbəttə bunu bir dənə də durt yazıb. Məsələn, indi bu yəni vav böyük vavla yazıbdır. Amma o zaman bilirik ki, beləsi yazırdılar. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin və səlatu və səlam əla seyyidina Muhammedin və alihi və sahabihi əcməin. Pəs indi, pəs. Pəs kəlməsi ehtimalən %99 türkçədir. İmdi. İndi deyil. Baxın, indi deyil. İmdi. Biz bunu buradan bilirik. İman və İslam və vuzu və namaz mütəəlliqi mühüm və əhvən. Mütəəlliq mühüm və əhvən olan fərz eyniləri müxtəsər üzrə bəyan edəlim. 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 Qabaqdan lüm yazmışdı. İndi burada yazmış ki, edəlim. İnşallah Teala. Hala در مورد اینها میخواد یه نظریات رو بگه. احتمالاً این ببینیم که چی هستش. Pes imdi. Gene bu kırmızı yazıbdı. Bence kırmızı yazıbdı. Bilinel ve agah olugla ki احتمالاً نه هستش مثل ف افتاده. البته مثل ف افتاده میگم. مثلا من اینو ف میبینم. ولی الفلک معنی نمیده. onun için belki ve agah olunel ki imanın şartları 6'dır. 6'dır. Evvelki amentu billah. Birincisi amentu billah. Manası ben Allahü Teala'nın varlığına ve birliğine inandım. İnandım ne demişti? İnandım. Ve iman bu birinci. İkinci. Ve melaiketihi ve dahi ben Allahü Teala'nın meleklerine inandım ve iman getirdim. 2. Üçüncü. Ve kütübihi ve dahi ben Allahü Teala'nın kitaplarına inandım. Orada inandım yazmıştı. Burada inandım. Yani bağlar eğer دوباره برگردیم اینجا inandım. این payın inandım. Ve iman getirdim. Ve ketibihi ve dahi ben Allah Teala'nın kitaplarına inandım. Ve iman getirdim.
این آهنگ به آهنگ جمله ربط داره. تو جمله آهنگ ها معمولا در زبان ترکی حروف و کلمات با یه آهنگی میرن، یهو آهنگشون خیلی تغییر نمیکنه. Bağışlayın. Türk dilinde huruf, harflerin və kəlmələrin, sözlərin səsi, tərənnümü, musiqisi birdən-birə əvəz olmaz. Şaxsi dəstəsi deyil ki, birdən-birə məsələn götürürlər taqqıltı ilə məsələn vuralar. Beləsi yoxdur. Dördüncü və rusulihi və dəxi ben Allahu Teala'nın peygamberlerine inandım ve iman getirdim. Beşinci vel yevmil ahiri ve dahi ben Allahu Teala'nın kıyamet gününe inandım ve iman getirdim. Altıncı ve bil kadri khayrihi ve şerrihi min Allah Teala. و دقیق قضا و قدر خیر و شر هر نگلirsə Allah Teala'nın təqdiri ilə və yaratması ilə və yaratma yazıldı. Yaratması ilə olduğuna inandım və iman gətirdim. İslamın şərtləri 5'tür. Əvvəlki kəlmə-i tevhid və şəhadət gətirmək. İkinci, abdest alıb 5 vaxt namaz qılmaq. Abdest alıb احتمالاً آب که کلمه ترکی باشه که در زبان ترکی داره به کار برده میشه، در کتاب‌های قدیمی به کار برده میشه. این احتمالاً از آبرو و اینجور چیزا هم از ترکی به فارسی رفته شده. آبرو، آبدست. البته مثلا خود فارسا اینو ندارن، آبدست رو ندارن. در نتیجه من فکر کنم که این کلمه آب یه جورایی از زبان ترکی، حالا کدوم شاخه ترکی اینو داشته که وارد شده، احتمالا مثلا قفجاق داشته باشه یا یکی از این مثل ترکمنستان داشته باشه، قزاقستان داشته باشه، کدوم یکی از اینها احتمالا اینو داشته که این وارد زبان فارسی شده. آبدست آلوب 5 وقت، البته اینم 5 ننوشته، 5 وقت. 5 وقت namaz qılmaq. Vaqt və qılmaq. 3-cü Ramazan ayında bütün oruç tutmaq. 4-cü və 5-ci ehtimalən inciri باشه. Ömründə bir kərə həcc etməkdir. اگر قادر olursa. یه شرط اگر رو با کلمه چیز نوشته، با رنگ قرمز نوشته که این اون 5 همینه. صفات ثبوتیه 8'dir. حالا اینجا میرسه به صفات الله. دیگه نمیگه که صفات الله رو صحبت میکنه، میگه که صفات ثبوتیه 8'dir. حیات، علم، سمع، بصر، ارادت، قدرت، کلام، تکوین. من اینا رو بشمارم، اون 8 ببینیم که صفات ثبوتیه که برای الله ثابت هستن. 8 است. حیات، علم، سمع، بصر، ارادت، قدرət, kəlam, təkvin. 8 dənə. Bu sifatlərin mənaları budur ki, həyat. Həyat yəni çi? Ba hev و ی و واو الف مکسوره و تای دو نقطه. حیات. تای دو نقطه گرد. تای گرد. حق تعالی حیات. حق تعالی diri. Bunu اینجوری deri نوشته. deri olmak. حق تعالی diri olmak. یعنی این حیات یعنی که حق تعالی diridir. علم حق تعالa'nın bilmesi olmak. Hak Teala bilmelidir. Elmi bilmek.
بالمق البسته. اینجا به مصدرشو به معنی بالمق چیز کرده. حق تعالانون بالمسی المق، باید آگاهی داشته باشه. بیلمق با آگاهی خیلی فرق داره. نمیدونم چرا من اینو به فارسی نمیتونم برگردونم. سمع حق تعالانون اشitmesi olmak. سمع اشitmesi olmak. اشitmak که حالا امروزه اشitmak گفته میشه. اشitmesi olmak. بصر حق تعالانın görmesi olmak. İradet حق تعالانın dilemesi olmak. İradet به چی معنی است؟ dilemek. من عرض کردم قبلا که dilemek در زبان ترکی همراه با عمله، در حالی که در فارسی آرزو چشما رو ببندی، دراز بکشی، خیال بکنی. dilemesi olmak. Kudret hakkı Teala'nın gücü yetmesi olmak. Bakın Türk dilinde güc o zaman gücün yeter. Eğer gücün yetmirse gücün yoktur. Kelam hakkı Teala'nın söylemesi olmak. Kelam yani چی در زبان ترکی؟ söylemek. تکوین چیه؟ حالا داروین، فرضیه داروین تکوین گفته میشه. این در کتاب‌های اسلامی وجود داشته. ببینیم به این چی میگه. تکوین حق تعالانın yaratması olmak. yaratması. اینجا تکوین رو به معنی yaratmak به کار میبره. حالا ببینیم که آیا در ادامه میاد این رو توضیح میده. مکون‌دür. مکون یعنی چی؟ مکون در بالا نبود، در اون میان 8 تا این نبود، تکوین آخریش بود. ولی اینجا مکون میگه برای اینکه این تکوین ازش عرب ها یک کلمه ساختن به نام تکوین و مکون. از اون کلمه ساخته شده تکوین. کان یکونه اومده شده تکوین و مکون. ببینید چی میشه. یعنی جمله مخلوقاتی و موجوداتی یارادیجی‌دür. جالبه که تو قرآن هم نمیگه که یه لحظه خلق کرده، نه انسان رو یه لحظه خلق کرده، نه حیوانات رو، نه آسمان ها و زمین ها رو، نه اینجوری نداره، بلکه مراحل خلقت انسان رو در زوایای مختلف نشون میده، از زوایای مختلف در زمانهای مختلف نشون میده. قرآن به نظر من یکی از کتاب‌هایی که مسلمان‌های 2 قرن اخیر، 2.5 قرن اخیر متاسفانه به خاطر استیلای دشمنان بر مسلمانان، به خصوص بر ترک‌ها و عرب‌ها، درکشون از اسلام و قرآن خیلی بدبختگانه شده استش. من دوباره دارم Farsi danışıram, çox üzr istəyirəm. Məncə keçən 250 ildə düşmənlər İslam dünyasına, xüsusən ərəblər və türklərə hakim olduqlarına görə türklər və ərəblər, yəni müsəlmanlar İslamı və Qur'anı doğru düşünə bilməyiblər. Doğru düşünmədiklərinə görə bir də düşmənlərin yazdırdıkları kitablara, alimlərin sözlərinə inanıb və onun dalısına düşüblər, əsli sözlər yadlarından çıxardıbdır. Məsələn, bu ki, Qur'anda adamın xilqəti neçə mərhələdir. O mərhələləri bir sayır. Bir mərhələdə mücəssəmə düzəldir, ona ruh verir. Bir mərhələdə nütfədən yaradır. Baxın, bunlar
Bunlar hərəsi bir məsələdir ki, biz bunlara mütəəssifanə diqqət eləməmişik. Hər halda burada deyir ki, təkvin Haqqı Təalanın yaratması olmaq mükəvvəndir, mükəvvəndir, yəni cümlə məxluqatı və mövcudatı yaradıcıdır. Ondan qeyri yaradıcı yoxdur. Ondan yəni az Allah. Qeyri yaradıcı yoxdur. Qeyr از اون کسی نیستش که یا قدرتی نیستش که خلاق باشه. صفات ذاتیه. اینجا ذاتیه رو با رز نوشته، نمیدونم چرا. ذاتیه altیدür. وجود، قدم. اونجا صفات ثبوتیه بود، اینجا صفات ذاتیه هست. وجود، قدم، بقا، وحدانیت، مخالفت للحوادث، مخالفت للحوادث، قیام به نفسه. یک دیدن شد که وجود، قدم، بقا، وحدانیت، مخالفت للحوادث، قیام به nefse. 6 dana şud. 6 dana oldu. Bu sıfatların mənaları budur ki, vücud yani ne? Vücud Hakkı Teala var olmak. Qedem yani ne mana? Hakkı Teala'nın varlığın evveli olmamak. Qedem yani ne mana? Qedem yani قدیم هم از کلمه قدم ساخته شده. مصدره. قدم هم مصدر البته. میگه که قدم یعنی نه حق تعالی'nin varlığının اولی olmamak. هیچ وقت اول نداشته. یعنی وقتی اون زمان وقت نبوده که. بقا چیه؟ حق تعالی'nin چیشو کجا رفت؟ Hakkı Teala'nın varlığının ahiri olmamak. این هم چی بود؟ بقا یعنی نه؟ Hakkı Teala'nın varlığının ahiri olmamak. Vahdaniyet Hakkı Teala'nın zatında ve sıfatında ve afalinde şeriki ve neziri olmamak. Hakkı Teala'nın zatında, sıfatında, afalinde şeriki ve neziri olmamak. Muhalefet lilhavadis. Allah Hakkı Teala'nın cümle-i məxluqatıdan ve mevcudatıdan bir şeyi bezenmek. اینجا یه مقدار مشکل پیدا کردم. این چی میتونه باشه؟ مخالفت للحوادث حق تعالی'nin cümle-i məxluqatıdan ve mevcudatıdan bir şey beklememek. حالا اینجا اینو نوشته بکذبمک یا بکرممک، یه چنین چیزی. من اینو میبینم، نمیدونم، احتمال میدم که امروزه بکلممک یا بکلمک امروزه در ترکیه به کار برده میشه. یعنی ببخشید، Türkiye'de bu cümleleri beklemek ve beklememek işlenir. Yani gözlemek ve gözlememek. اینجا اینو باید این یه چنین مفهومی رو میخواد برسونه. belə bir anlayışı istir gətirsin ki bəkərbəmək یا بکزممک. بنزممک هم میتونه باشه، بنزممک. حق تعالی جمله مخلوقاتن و موجوداتن bir şey'e benzememek. اون که رو نون بخونیم درست میشه. benzememek. benzemek یعنی من عادت کردم به فارسی بگم متاسفانه. Çox heyf olsun ki bu danışdığım üçün farsiyə adət eləmişəm. Bunu gərək yavaş-yavaş qutaram, xüsusən ki bu bərnamə farsça olduğu üçün indi türkçəyə dilim biraz qatışdırır. Belədir də. Bənzəməmək.
Qiyam bi nəfsi Haqq Taalanın heç bir tür acaq məkana muhtac olmamaq və heç bir kimsənin toğurmasına muhtac olmamaq. Qiyam bi nəfsi yəni nə mənə? Haqq Taalanın heç bir tür acaq məkana. Acaq yəni ən az, azraq, acraq. Z və C cashunu əvəz kردن. Azraq, acraq. Acaq yəni azcaq. Heç bir tür azcaq məkana muhtac olmamaq və heç bir kimsənin toğurmasına muhtac olmamaq. Abdestün fərziləri. Hala fərzهای abdest چیه؟ 4'dür. Abdestin fərzləri 4'dür. Əvvəlki yüzün yumaq. حالا من باید یاد بگیرم. اینجا دیگه امیدوارم به من یاد بده چجوری نماز بخونم. Əvvəl yüzün yumaq. İkinci, əllərin dirsəkləri ilə belə yumaq. Əllərin dirsəkləri ilə bilə yumaq با هم. اینها رو از دیرسک ده براده دا اینجایی که بازو بسته میشه این قسمت این دیrsək buradır. Farsi danışıram. Üçüncü, başından 4 bölgədə bir bölgənə məs etmək. Başın 4 yerə böləcəkdir. Birin məs eləyəcəkdir. 3, 4. Başın 4 yerə böləcəkdir. Başın 4 bölgədə bölükdə 4 bölükdə bir bölükünə məs etmək. Dördüncü, ayaqların topukları ilə bilə yumaq. Topuklar اونم بازم اینجا یه topuk در پا. Ayaqda da burada bir topuk vardı da o tərəfdə bu tərəfdə. Buralarına can yuvacaqdır. Ayaq ki belədir. Burada topuk var. Ki bu burada açılır, bağlanır da beləsi. Buracan ayaqların topukları ilə həm yuvacaqdır. Çox gözəl bir şey. Yəni biz şiələr mütəəssifanə əlimizi yuyuruq, üzümüzü yuyuruq. Diqqət buyurun, kəsafəti neyinirik. Ayağımız sübdən ayağa başmağın içində ya torpaqda qalıbdır, küflənib, iylənibdir. Filan, bura əlimizi çəkdik, bura yumadıq da, əlimizi çəkdik, bura məhz elədik. Sonra bu əllərimizi atırıq, barmağımızı ayağımızın üstünə çəkirik, gəlir o şeyəcan. Bunları da biləsiniz, ya Allah, ged, əl-ayaq kəsif, hər yeri kəsif elədik, indi üzümüzə, səqqəlimizə də sürtə bilər. Namazın fərziləri 12'dür. Əvvəlki abdəst almaq. Namaz üçün əvvəlcə abdəst alasın. İkincisi, bədənin və libasun və namaz qıldığı məkanın nəcasətdən pak etmək. Diqqət bakın, baxın, İslamda heç olmasa təmizliğə çox diqqət olunubdur. Harda? Ərəbistanda, İranda su yoxdur. Su olmayan yerdə belə bu deyir ki, sən gərək bədənin, libasun və namaz qıldığı məkanın nəcasətdən pak etmək lazımdır. Üçüncü, övrət yerin örtmək. Əgər paltarın da yoxdur, hər yeri örtəsən, övrət yeri örtəcəksən. Dördüncü, qibləyə yönəlmək. Beşinci, üzüvü qibləyə çevirəcəksən. Hamı o zamanda tamam müsəlmanlar rənginə baxmayaraq, harda yaşır ona baxmayaraq, dilinə baxmayaraq, heysadına baxmayaraq, hamısı üzün çöndərir o tərəfə. Hamımız bir yerə baxırıq. Bir zamanda Şiələr bunu sındırıblar da, Şiələr özlərini istisna ediblər.
Dördüncü, qibləyə yönəlmək. Beşinci, vaxt bilmək. Vaxtində namazı qılacaqsan. Nə vaxtı keçdi, ərzişi yoxdur. Vaxtindən tez də olsa ərzişi yoxdur. Sən elə bilməsən, sübh namazın gecə yarısı qılasan, deyəsən ki, mən indi yuxudan durdum, yazım, ya nahar namazın 12-dən qabaq qılasan, ikindi namazı saxlayasan gecə gün çıxandan sonra, yox, bunlar olmaz. Vaxtində. Hər işin vaxtı var. Çox nəzm və inzibat. Qibləyə baxırsan bir nəzm. Baxın, bir dənə ordu fərz eləyin ki, hər kəsin öz evində özün bir ordu kimi görür ki, mən əlan duracağam, gedəm əl-ayağımı bucursu ki, mənə deyiblər otursu yuyacağam, üzümü otursu yuyacağam, əlimi otursu, qışlarımı otursu, qulaqlarımı otursu, boğazımı otursu yuyacağam, sonra gələcəyəm, üzümü çevirəcəyəm bura. Hamı bura çevirəcəksin. Ondan sonra hamı bu saatda çevriləcək, hamı bu dəqiqə başında çevriləcək. Ordudur, diqqət, bir dənə o ciddi, münsəcim ordudur. 6-cı, 5-ci, vaxtı bilmək. Hər işin vaxtı var. Tez də olsa haramdır, gec də olsa haramdır. Olmaz, vaxtında. 6-cı, niyyət etmək. Mən bu işi niyə görürəm? Niyə əllərimi yuyuram? Niyə hamama gedirəm? Niyə paltarımı təmiz saxlayıram? Niyə təmiz yerdə namaz qılıram? Niyə üzümü bura çevirirəm? Niyyət eləyəcək. Hamısında niyyət eləyəcəksən. Niyyət etmək. 7-ci, iftitahı təkbir etmək. Ora ki çevirirsən, Allahu Ekber deyəcəksən. Təkbir. 8-ci, qiyam turmaq. Durmaq. Həmin turmaq dedik deyə D və T bir-birinə türk dilində dəyişir. Yerlərini dəyişdirərlər. Ləhcələrin bəzisində buna durmaq, bəzilərində turmaq deyirlər. İndi nə oldu? Virus gəldi, bizim kitabımızı bağladı. Gəldi, tapdıq. İftitahı təkbir etmək. 8-ci, qiyam turmaq. Qiyam tutmaq, qiyam ayaq üstə durmağa deyir. Ayağım üstə duracaqsan, indi əlləri necə qoyursan, onu baxarıq nə deyir. 9-cu, Qur'an oxumaq. Durdun ora, sakit durmayacaqsan. Evində namaz qılırsan, durdun ora, vaxtında əl yudun, üzv yudun, əl yudun, ayaq yudun. Paltarın təmiz, bədənin təmiz, o yerdə ki namaz qılacaqsan orada təmiz, hər şey təmiz oldu, pak, nəcasət yoxdur orada. İndi gəldin orada ayaq üstə durdun, niyyət elədin, təkbiri dedin, indi nə edəcəksən? Quran oxuyacaqsan, hər şey danışanmasan. Oğru girir evə, o ayrı bir şeydir. Amma əgər oğru girmirsə evə, qapı döyülürsə, fikir verməyəcəksən. Boşluğa fikir verməyəcəksən. Öz orada Allahla Quran oxuyacaqsan. 10-cu, rükuə varmaq. Qiyam deyir, ayaq üstə indi əyiləcəksən, rüku eləyəcəksən. Kəməri əyəcəksən. 11-ci, səcdəyə varmaq. Səcdə eləyəcəksən, başını yerə qoyacaqsan. 12-ci, qəədə-i axirdə ki ayağa durursan, əlbəttə qəədə oturmaqdır. Qəədə-i axirədə təşəhhüd miqdarı oturmaq. Axərin dəfə ki oturursan, təşəhhüd miqdarı qədər oturacaqsan orada. Uzun da oturmayacaqsan, qısa da oturmayacaqsan. Baxın, hər şeyin bir zamanı var, bir məkanı var. Yəni əndazəsindən uzun eləməyəcəksən, əndazəsindən qısa eləməyəcəksən. Çox nəzmi. Yəni ordu, hamı bir dənə ordudur. İslamda uşaq böyük, kişi, erkək dişi beləsi yox. Erkək dişi hamı bir ordunun bir şeyidir. Təmrin edir, daimən təmrin edir. Birləşməyi təmrin edir, bərabərləşməyi təmrin edir, bir hərəkət eləməyi təmrin edir. Çox ciddi. Yəni Həzrəti Muhammed Rasulullah sallallahu aleyhi və səlləm dostlar,
dünyada çox böyük stratejistdir. Heç bir stratejist bu günlərdə heç bir ordu bu vəziyyətdə ordu yarada bilməz. Çünki ordu gedəndə evə arvadının, uşağının yanında da Amerikanınki olsun, Rusiyanınki olsun, Çininki olsun, Koreya Şimalınki olsun, İranınki olsun. Onlar hər nə cür istəsələr o cür rəftar edirlər də, ordu deyirlər. Amma İslamda ordu olmaq, sən evində belə xəlvətindəsən, heç kəs yoxdur. O vaxtında gərək durasan namazı qılasan və namazı o cür qılasan ki, İslam deyir. Ondan tez qılanmazsan, bevaxt qılanmazsan. Ondan az oturanmazsan, uzun oturanmazsan. Qıssa da oturanmazsan, uzun da otura bilməzsən. Sənin gönlün istəyir ki, uzun oxuyasan. Amma əgər o namazın vaxtı gələcəksə, o da olmaz. Yəni, məsələn, sən başlayırsan Bəqərə surəsini oxuyasan, gələsən, yetişəsən, məsələn, ikinci vaxtın namazı keçə. O da olmaz. Yəni, ciddi bir ordudur. Qusl fərzləri. İndi gəldik qusla yetişdik. 3'dür. Əvvəlki ağzına su vermək. Ağzına da deyil. Ağzına su vermək. İkinci, burnuna su vermək. İnciri belə çəkmir ki, getsin burada beyni göynəsin. Elə çəkirlər ki, gəlir buradan da gəlir, fınqırırlar, dökürlər yerə və şey eləmir. Yəni, həmişə bu burun təmizdir. Cəlibdir ki, şiələrdə bu yoxdur. Olmadığı üçün həmişə bu adamların buraları yəni çox pis, kifir vəziyyətdə olur. Ağzına su vermək. İkinci, burnuna su vermək. Üçüncü, cümlə-i bədənin yumaq. Cümlə-i bədəni yumaq. Qusl nə dediğinizə dostlar, bizlər mollalar özlərinə bir iş çıxadıblar, pul qazanmaq üçün, mövqeyiyyət qazanmaq üçün. Qusl nə deməkdir? Qusl demək özü yumaq. Lazım deyil o deyən kimi yuyasın. Hər nə cür yuyursan, özünü yuyacaqsan. Özünü yusan ki, bədənində bir yerin qalmaya ki, yumursan. Orada sən biləcəksən, heç kəs bilməyəcək. Sənin nəzərdə bədənin hər yerinə su dəydi, qutuldu. Vəsvaslıq ehtiyacı yoxdur. Ay, mənim görən filan yerimə su dəydi, yox. Sən nəzərdə gəldi ki, mən bu suyu tökdüm, bədənimin hər yeri islandı. Bir yerimdə quru yer qalmadı, qutuldu, getdi. Cümlə-i bədəni yumaq. İndi burada bir kəlmə yazıb görək o nə mənədir? Təyəmmümün fərzləri. İndi su yoxdur. İslam deyir ki, su yoxdur. Sən deyə bilməzsən, su yoxdur. Mən bədənim də nəcislidir. Ya tuvalete getmişəm, ya sevdiyim adamla aşıqanə bir ilgiyə girmişəm. Bədənimi təmizləyə bilməmişəm. Su yoxdur, soyuqdur, buz hər yer donubdur, Kanadadır, qutbudur, Qəradağdır, Türkiyənin doğu tərəfi, yəni Güney Azərbaycan tərəfidir. Onlarda donubdur. Odun da yoxdur, yandırmamışıq, isti deyil. Yuvanmırıq, neyniyək? Neyniyəcəksən? Deyir ki, təyəmmüm eləyəcəksən. Təyəmmümün, yəni nə mənə? Deyə bilməsən, namaz qılmayın day. O ordusan, yəni ordunun üzvüsən, İslam ordusunun üzvüsən. Sənə bəhanə yoxdur. Sən onu müşkül gəlib qabağa müşkülü həll eləyəcəksən. Sənə bağlı yol yoxdur, bombəst yoxdur. Bombəsti sındıracaq. İslam əslən bombəsti sındırmaq üçündür. Əslən İslamı biz o qədər əskik düşünmüşük, o qədər fərqli düşünmüşük ki, mən Günas TV-də bunları biraz danışmışam. 2012-dən fikirəm ki, 14-əcən, 15-əcən bunları danışmışam. Heyfim gəldi, o bərnamələr heyf oldu. Mən umaram bir gün onu kitab eləyək. Ya özümüz, ya balalarımız, ya dostlarımız onları kitab eləyərlər. Mənim düşüncələrim orada. Baxın, İslamda bir Allahın birliğindən sonra heç də sabit deyil. Hər şey İslamda değişilir. Namazlar değişilir. Əvvəl İslamda
namaz 54 rükət də elə bil. Elə bil, dəqiq bilmirəm. Sonra gəlir olur 17 rükət. Sonra musafirətə getsən o namazlar sınır. 4 rükətlər olur 2 rükət. Savaşa getsən 4 rükətlər 2 rükət və bir də ki şey eləməyə ehtiyac yoxdur. Qusl eləməyə, nə bilim, qan tökülüb üstüvə şeydir da bunlar. Nəcisdilər. Qan tökülüb üstüvə, palçıqlısan, su yoxdur. Ya əslən su var, amma düşmən də var. Lazım deyil. Mərizsən, lazım deyil bəzi şeyləri görmək. Elə olursa namaz niyyət eləyərək möhürü gətirəcəksən üstə. Məsələn, əvəzin ki, başı var parasına şaya. Yəni, orduda sən olacaqsan. Amma namaz şərait-i siyasi, ictimai, iqtisadi, əmniyyətiyə görə değişilir. Oruçluq da ona görə dəyişir. Yəni, hər şey dəyişir, azalır. Hamısı azalır. Əraq içmək, əraq deyəndə əlbəttə ərağı deyək da, əl-kolli hər nəyi içmək İslamda müşkülü var. Əvvəldə deyir ki, azaddır içmək, heç demir. Ərəblər içirlər, gəlirlər namaz qılmağa. Tamam. İslamın işi yoxdur, azaddır. İkinci mərhələdə adam gəlir namazda şuxluq edir. Orduda şuxluq yoxdur, ordudur. Gəlir namaza məşrub içibdi, əlkollu əraq içibdi, gəlir orada şıllaq atır. Namaz gəlir ki, ayə gəlir ki, əgər əraq içmişsiniz, namaz qılmayın. Onları ordudan müaf edir, tənbih edir üstə. Nəinki onlara caizə verir, onlar kef edirlər. Onlar İslamın səfindən, ordudan çıxdıqları üçün toplumsal olaraq əzaba məhkum olurlar. Üçüncü mərhələdə deyir ki, bəli, namaz qılmayın, ikinci mərhələdir. Üçüncü mərhələdə deyir ki, bunun xeyri də var, zərəli də var. Amma zərəli xeyrindən çoxdur. Yəni, xeyri də var, zərəli də var. İslam baxın, görün nə qədər gedir qabağa. Toplum değişdikcə, insanların davranışları değişdikcə, İslamın əhkamı da değişilir. Sonra da deyir ki, məsələn, bu ricsidir. Ricsi də ehtimalən, mən bilmirəm mənası nədir. Əlbəttə, Google-dən bir soruşum bunu. Çünki bunu hey deyirəm, mən Google-dən soruşum. Və mə Farsiyə, Ərəbiyə çevirim bunu. Və mə mənə rics. Kəlmət-u rics در اصل به معنای پلیدی، قدارت یا قذارت، نجاست، ناپاکی. Bu niyə ərəbcə gətirmədi gənə? Hala indi Wikipedia'ya fik əslən düz deyil, amma incə burada var idi. Gedək orada gördüm bir ərəbcə burada var. Burada var. Rics nədir? Rics, rəcəsə, yərcisu, rics. Rəcəsə, yərcisu, rics. Rəcəsə, əl-cəməlu, hədərə şədidən. Rəcəsətis səma'u, ra'adət. Rəcəsətis səvtur ra'd, uzma. Ye çizi ki, bir şey ki, birdən üz verə. Rics. Bizə görək bu ad olanda nə olur? İsm. Rəcəsə, rəcis ismi fail min rics. Burada. Rəcisin feil. Rəcüsə. Rəcüs, yərcüs, rəcasə, fəhvə racis. Rəcüsə, şey, nəcis. Nəcis. Bəməniyə nəcis. Nəcisi də yuvasan gedər. Əmələn qəbihən. Rəcüsə fulanun, filan kəs rəcüsdür. Yəni nə mənədir? Əmilə əmələn qəbihən. Bir qəbih, bir pis iş gördü. Rəcis ism, məstər rəcəs, rəcəsə. Ricsun ismidir. Əl-ərcəs cəmidir. Ər-rəcus haram. Ər-ricsu haram. Ər-ricsu lənət. Əl-ricsu küfr. Bu mənalarda gəlir. İndi ola bilər desin ki, ər-ricsu haram begirin,
tutaq nəzərdə, ya lənət tutaq nəzərdə, küfr tutaq, əzab tutaq. Bunlar o şərait ictimaiyə bağlıdır. Görək ki, Həzrət Muhammed sallallahu aleyhi və səlləmin zamanında bunu nə mənaya tutublar, o mənanı gərək axtaraq tapaq. Hər halda o şey deyil. Yəni, İslamda o değişir. İndi əgər insanlar bir qanun qoyasınız ki, İslamın hərəkəti davam eləyə bilər məncə. Yəni, İslam bizə göstərir, Quran bizə göstərir ki, Həzrət Rəsul zaman, məkan və şərait ictimai değişdikcə qanunları değişdirib. Namazı değişdirib, orucu değişdirib, əraq içməyi değişdirib, ticarəti değişdirib, savaşı değişdirib. İndi düşmən ilə əvvəl dostluqdan başlayıbdır, dostluq falan gücləndikcə deyib, mən güclənirəm səndən savaşaram. Güclənməsəm, tamam, səndən yola gəlirəm. Gücləndim, səndən savaşaram. Yəni, Həzrət Məhəmməd sallallahu aleyhi və səlləm Quranda bizə şərait-i ictimai ilə nə cür hər şey değişir, onu göstərir. İndi, əcəbə bunun davamı ola bilər, yoxsa Quran orada qutardı? Məncə, Quran misaldır. Misaldır şərait-i ictimaidən. Değişdirib. İndi, mən hökm verməyim də, hər halda mən hökm verməyə gəlməmişəm. Təyəmmümün fərziləri 3-dür. Əvvəlki təyəmmümə niyyət etmək. İndi su yoxdur, buzluqdur, hava çox soyuqdur, su yoxdur, sən də təmiz deyilsən, ya hətta olduğun yer nəcasətdir. Məsələn, zindana salıblar, infiradiddəsən, qoymurlar, tuvaletə gedəsən, batırmısan oranı. Neyi niyəcəksən? Namazı orada qılacaqsan. Çarə yoxdur. Təyəmmümə niyyət etməkdir. Deyəcəksən, yəni, hər işi vaxtı ki qalxırsa, mən durum namazımı qılım, niyyət budur da. Vaxtı ki qalxırsa, mən sübh namazına yuxudan dursa, o niyyətdir. Mən nəyə durmuşam yuxudan? Durmuşam, lazım deyil bir də namazda orada demək, qurbətən ilallah, namaz qılıram ki, sübh namazı qılıram. Əsən bunun üçün durmuşam, kollə bu niyyətdir əsən. Yuxudan durmaq özü niyyətdir ki, mən dururam, sübh namazı qılam. Mən gedirəm məsciddə, nahar namazı qılam, ikindi namazı qılam, axşam namazı qılam, yatmaq namazı qılam. Yəni, o ki, sən hərəkət edirsən, o niyyətdir. İndi hərəkət, su yoxdur, deyirsən, mən gedim torpaq axtarırsan ki, əlimi vurum bura. Qutulda ehtiyac yox deyəsən ki, məncə, ehtiyac yox deyəsən ki, mən təyəmmüm edirəm. Bu, sən gedirsən təyəmmüm eləmək, o da çalışırsan. Bu, əslən, niyyət özü budur. Niyyət, yəni, əməl. Əməl. Niyyət, yəni, əməl. Əgər niyyəti əməl olması dalırsa, o niyyət deyil. Xiyaldır. Yataq deyək ki, məsələn, mən namaz qılmıram. Uzanmışam orada, televizyona baxıram, deyim ki, durum dəstə, məsələn, qurbətən ilallah, məsələn, namaz qılıram. Bu namaz deyil. Namaz İslamda niyyət dediğin hərəkətdir, əməldir, davranışdır. Yəni, o zaman ki, qalxdın, işi görəsən, o niyyətdir. Qutuldu getdi. Niyyət, ona görə deyiblər, əl-əmalu bin niyyat. Çünki əməlin nə üçün görürsən, mən dururam, məsələn, birinə xeyir iş görəm. İndi o işi görəndə mütəəssimanə vurdu, məsələn, birinə zərəl dəydi. Onda deyir ki, ağa, mənim hədəfim, niyyətim xeyir idi, mütəəssimanə zərələ çıxdı. 3-dür, təyəmmümə niyyət etmək. 2-ci, əllərin pak toprağa ürmək, vurmaq, gəlmək, aparmaq, dəydirmək. Əllərin pak toprağa ürüb, yüzünə məs etmək. 3-cü, bir dəxi əllərin pak toprağa vurmaq. Bir dəfə torpağa vurur, üzünə çəkir, bir dəfə təzəşdən torpağa vurur, əllərində belə seylir, eləmir, bilmirəm. 2, qollərin məs etmək. Bir dəfə də vurur, qolların beləsi, sürtür torpağı qollarına. Yəni, namazı suyla necə elərdi, onun torpaqla eləməyə çalışır. Əlin torpağı, yəni deyir, əlim suya çatmadı, amma mən o ki, su olsaydı elərdim, onu elirəm. Bax bir, onu elirəm.
Yəni o hərəkətləri niyyəti elirəm. Yəni həman işi görür. Üzü də yuyanda, əli də yuyanda, buradan suyu götürdü, üzünü yuyurdu. Qolların yuyurdu, ayağını yuyurdu. İndi deyir ki, nə edəcəksən? Əli torpağa vuracaqsan, üzüvə çəkəcəksən, əli torpağa vuracaqsan, qollarına çəkəcəksən. Həman su yoxdur, amma elə bir su vardı davranır. Suyun yerinə davranır. Elə bir bəzi adam suyu tapanmır, gedir nuşabə içir məsələn. O suyun nuşabəni yerinə. Ya məsələn, çox adam indi bu cürdür. Bu Kanadada xüsusən çox adam nuşabə tapa bilmir, su içir yerinə. 2. Qolların məhs etməkdir. Məhsi də hissidən gəlir də. Hiss elirsən. Hiss elirsən. Məhs hiss eləməkdir. Bura vurdun, hiss eləyəcəksən. Böğrüşün üstündən qoysan, hiss eləməyəcəksən. Papağın üstündən vurmaq olmaz. Orucun fərzləri 3'dür. Orucun da fərzi, vacibatı var. Fərz, burada bilirik, bəs fərziyyə deyil. Burada 54 fərzi deyəndə 54 dənə namaz vacibləri. Fərz burada Türk dilində fərz vacibdir. Yəni ərəbcədən gəlsə də bu kəlmə fərz vacib mənasındadır. Fərz oldu sizə, fərz oldu, yəni vacib oldu. Fərz eləyirik, yəni elə bir ki, vacib görürük. Əlbəttə bu fərzi biz burada ehtimal, güman anlamına işlədirik, amma vaqiət budur ki, fərzi biz vacib yerinə işlədirdik. Mən də bunu indi yadıma düşdü ki, bəli, biz fərzi bu cür işlədirik. Oruc fərzləri 3'dür. Əvvəlki niyyət. Etmək. İkinci, yeməyi və içməyi və cimai tərk etmək. Cima, ər-arvad arasında olan özəl, gizli ilgi. Açıq ilgilərdən danışmırıq. Öpüşmək yox. Öpüşmək azaddır. Qucaqlamaq bir-birlərin azaddır. Bir-birlərin lüt görmək azaddır. Amma o özəl məsələ ki, uşaqlar da görməyəcək, qonşular da görməyəcəkdir, o özəl məsələ onların arasında deyir ki, oruçda tutanda olmayacaqdır. 3. Oruç tutduğu vaxtda olmayacaqdır. Oruçdan sonra, açandan sonra vaxtı var, ola bilər. Vaxtı məxsusidə olmaq. 3-cüsü nədir? Biri niyyətdir. Yəni sən vaxt ki deyirsən oruçluq ayı gəldi, hazırlaşırsan, o oruçluq ayı mən niyyət edirəm. Yəni o niyyətdir. Dedik ki, mənim nəzərimcə niyyət burada deyil. Niyyət o ki qalxırsan bir iş görəsən odur. Ona ki hərəkət edirsən o niyyətdir. Deyirsən ki, bir həftə qabaqdan, bir aydan qabaqdan oruçluq gəlir, hazırlaşaq, Allah ömür versin oruç tutaq. Bu niyyətdir. İndi yetişdi. Uşaqlar səhər saat fulanda oruç tutacağıq. Səhərlik yiyəcəyik, saat fulanda da şey olacaqdır, əzan veriləcəkdir, yemək olmayacaqdır, axşam da fulanda əzan olacaqdır. Biz bir beləni oruç tutacağıq. Buna niyyət deyirlər. Niyyət bu. Yoxsa sən oruç tutmasan niyyətə ehtiyacın yoxdur ki. Niyyət eləcinə yecinən məsələn. Mənim yadıma gəlir uşaq idik, çətdə bu ki, məsələn, indi insanlar bu İranda elə öyrədiblər ki, adam deyir ki, həmişə şəhər deyəndə həmişə evlərin pəncərəsi var idi, şüşələri var idi, filan bu tür bir şeylər yox idi. Evlərin dövrəsində üstə bir baca olsaydı, onlar da olmasaydı pəncərə olmazdı. Evlərdə. O pəncərəni də, bacanı da örtərdilər çox vaxt, görərdin ki, saat 8-dir, yeyirlər, qaranlıqdır. Əgər əzan versəydilər, əzanın səsi gəlsəydi, onda kəsilərdilər. Amma əzan verən olmasaydı elə, hər kəsin o evdə qaranlıq yiyəcəkdi da, yəni. Düzdür da, onunki da düzdür. Çünki o ibadəti nə ilə örgəşibdir? Qaranlıqla iki qaranlığın arasında bir səhər qaranlıq işıqlanandan yeyə bilər, bir də gecə qaranlıq düşəndə yeyə bilər. Onun ibadəti Musaya deyir ki, to برای وصل کردن آمدی نی برای فصل کردن آمدی. Musa peyğəmbərə deyir ki, sən gəlmisən insanları yapışdırasan.
Nəinki insanları bir-birindən ayrılasan, ya insanları Allahdan ayırasan. İndi burada da o cür bir gözəl bir söz vardı. Vaxtı məxsusidə olmaq. Dedik ki, ha vaxtdan havağa oruç tutursan. Yəni tan yeri dan. Tan, dan. Burada yenə də T ilə D türküdə bir-birinə dəyişirlər. Tan yeri ağarməzdən. Tan səhər çağı o dan ki deyirik, dan çıxan yer. İngilisiyə də gəlibdi. İngiliscədə dan vardı. Dan işlədilər. D-O-N. Dan ulduzu. Dan o səhər ulduz o işıq ki çıxacaqdı. Tan yazıb da, tan dəstəli T ilə yazıbdı. Tan yeri ağarməzdən. Ora ağarmamış. O səhər tezdən ora ağarmamışdan əvvəlcə gün batınca olmaq. Ora ağarmamışdan qabaq ta gün batına qədər. Bu vaxtı məxsusdur. Həccün fərzləri 3-dür. Əvvəlki niyyət. 2 ay qabaqdan, 1 ay qabaqdan, 5 ay qabaqdan deyirsə mən həccə gedəcəyəm. İnşallah qismət eləsin. Biz də gedək o görək. Əvvəlki niyyət etmək. Məsələn, indidən aparırsan banka pul qoyursan. Harda hangi məsələn Məkkədə nə qədər qalacağam, Mədinədə nə qədər qalacağam, hangi oteldə qalacağam. Əlbəttə orada şey də tutursan da, məsələn hədiyyəcə alacağam, onlar da niyyətdir. İndi qalıb ki, hangisi ciddi niyyət ola. Gedirəm ki, mənə hac deyələr, ya gedirəm ki, müsəlman dünyasının ordu olmağın yaxından görəm. Allah qismət eləsin, orasına gedək. Əvvəlki niyyət etmək. İkinci, ehram bağlamaq, təvaf və ziyarət etmək. Ehram bağlamaq, diqqət bakınız, baxın diqqətinə. İndi fikir eləyin ki, getmişik Məkkəyə, istirik gedək şeyə. Məsələn, beləsi yox, bir rəis cümhur var, bir şah var, vəzirləri var, nümayəndə məclis var, müdiri kullu var, rəis ittilaat var, sərhəng var, timsar var, sipəhbüd var, üstdən əşayiyə də mən tərsəsi saydım. Sərbaz var, bəqqal var, yolçu var, dilənçi var, bazarçı var, milyarder var, trilyarder var, Amerikalı var, Kanadalı var, İranlı var, Əraqlı var, Afrikalı var, qərəsi var, ağısı var, sarısı var, arvadı var, kişisi var, yoğunu var, arığı var, uzunu var, qıssası var. Hamısı gəlir. Ora ki gedəcəklər, hamı soyunur. 2 parça bağlır. Birin öyrətinin üstünə, birində məsələn atır çiyninə. Xanımlar döşlərini bağlırlar. Örtürlər, məsələn. Ya başını örtür, məsələn. Elə kişilər də başını örtə bilərlər də. Hamı soyunubdur. Heç kəsə, kim vəzirdir, kim vəkildir, kim sərbazdır ki, heç tut bəlli deyil. Hamı, ordu buna deyərlər. Namaz qılanda da bu cür olur. Namaz qılanda bəlli deyil ki, kim burada ordudur. Əlbəttə, İranda bir cür eləyiblər ki, bəllidir. Bu timsardır, bu sərqurtdur, bu filandır, bu sərbazdır, o nigəhbandır, bu kasıbdır, o dövlətlidir. Bu qabağa gələ bilər, bu dalda oturmalıdır. Yəni, indi İranda bir cür eləyiblər ki, böyüklər, yəni onlar ki, idarə adamlarıdırlar, dövlətdədirlər, onlar qabaqda oturmalıdırlar ki, bəllidir, biz qabaqda yoxdur, yəni bizim şeyimiz çoxdur. Kasıblar, bədbəxtlər dalda olmalıdırlar. Yer olmasa məsciddən eşitəsin, gəlin, qoymayın içəriyə bunları. Kasıbları, savadsızlar falan. Orada yoxdur, nə savadın var, nə bir şeyin var. Hamı yığışıb, hamı bir cür paltar giyibdir. Ona görə orada şəhvət yoxdur. Çünki arayış yoxdur. Fikrin ki, tamam kişilər başlarını təkdən vurublar. İndi vurmurlar əlbəttə. Amma fikrin ki, tamam kişilər başlarını tükün təkdən vurublar. Hamısı mənə tay keçər. Fikrin ki, hamı məsələn paltar yoxdur ki. Yəni 2 dənə paltar, ağ paltardır, tikilməyib hətta. Bunları doğrayıb dövrəsinə. Vəssalam. Ordu insanlardan məqam, mal, hər şeyi alır. Ordu
İslam ordusu hamını yendirir, hamı bir vəziyyətdədir. Üstəkin gətirir aşağıya, aşağıdakini gətirir üstə. Rəis cümhurla bir dana dilənçinin fərqi yoxdur orduda. O nə qədər ordu üzvüdür, bu da o qədər ordu üzvüdür. O rəis cümhur olduğu üçün bundan üstün deyil. Bu da kasıb olduğu üçün, yolçu olduğu üçün, dirənçi olduğu üçün, savadsız olduğu üçün ondan aşağı deyil. Belə bir çox gözəl, çox gözəl. Mən vaqəən İslamı fikrim tanımamışam. Özümü deyirəm, mən heç kəslə işim yoxdur. Bir ordu və bir bərabərlik. Taza müsəlmanla köhnə müsəlmanın fərqi yoxdur. Ayətullahla səqqəlin olsun 1 metr, səqqəlin olmasın 0. Orada fərqi yoxdur. Hə, indi dövlətlilərə gətiriblər, dövlətləri gətirsinlər, çərx ilə dolandırsınlar, alsınlar nökərlər çiyinlərinə dolandırsınlar. Bunlar məncə gərək qabağa alınsın, bunları soralar qoyublar. Mərizlər vilçer ilə gəlsin. Mərizdir vilçer, onunla nəyə 4 nəfər, 6 nəfər, 10 nəfər onu dolandırır. Niyə? Bunu gərək qabağa alınır. Çünki o şeyi təmsil edir, sərvəti təmsil edir. İslamda buna görə ki, sirvətli ilə kasıb ayrılmaya, ikisi də insandılar, birdilər, bir torpaqdan yanarıblar, bir insanlar öləndə də bir torpağa gedəcəklər. Bunun üçün qayda qoyubdur. O qaydəni filan kəsə sındırsan, bəhmanda çıxsınlar. Sabah filan kəsə qanun gəlsə benzinlə gəlir, o birisi təyyarə ilə gəlir. Olmadı, yox bu olmadı. Qanunu qəşəng qanundur, çox qəşəng qanun. Mən burada Kanadada Leslie Park var Torontoda. Burada gördüm ki bir xeyli adam mən bir yerə getmişdik, orada kebab düzəldəcəkdik. Dostlarla getmişdik. Kebab bişirək yeyək. Cümə şənbə idi, bunların şənbəsi yekşənbə idi fikirlərim. Cümə ertəsi ya pazar beləsi. Orada oturmuşduq, bir dinc yer tapmışdıq. Heç kəs olmasın, özümüz olaq deyək, deyərlər uşaqlar oxuyarlar, oynayaq filan bəhman. Bir an gördüm ki, bir neçə dana gözəl, heykəlli adamlar gəlib oturublar orada gözləyirlər. Onlar gördülər, hələ biz burada od yandırırıq, ət hazırlayırıq falan. Biri gəldi dedi ki, sizdən bir xahiş eləsəm olar, dedim buyurun. Dedi ki, icazə buyursa siz oradan gələsiniz bura, bu səndəllərdə biz gedək orada oturaq. Dedim ki, niyə? Biz oranı sizdən qabaq gəlmişik. Dedi, ora bizim məbədimizdir. Biz orada ibadət eləyəcəyik. Bunu eşidən kimi təslim oldum. Biz gəldik bu üzdə, oturduq, onlar getdilər, biz olduğumuz yerdə oldular. Bunlar başladı soyunmağa. Allah Allah. Biz də burada uzaqda baxırıq, arvad, uşaq, böyük, kiçik, hamı yanımızda. Baxırıq, adamlar şortlarında çıxartdılar. Lüt, nənədən doğma, arvadlı, kişili, çox gözəl insanlar, çox belə gözəl, çox gözəl. Mən ömrümdə o gözəllikdə insanlar az görmüşəm. Lüt, belən lüt. Həzrəti Adəm nənədən nə cür bizi doğubdu? Həzrəti Adəm yox. Nənədən nənə bizi doğanda nə cür lütüdü, o cür lüt oldular. Orada başladılar ibadət eləməyə. Sonra bunlar ibadətlər, biz de orada bizi calib gəldi, oturduq, hamımız baxdıq. Hətta mən biraz film götürdüm. Sonra gəldilər deyirlər, lütfən bunu heç yerdə yaymayın. Götürmüsünüz, yaymayın. Bunları silin. Bu bizim ibadətimizdir. Biz istəmirik bizə hər adam görə, hər adam tanıya, hər adam bilə, hardıyıq, nə qeyririk. Bu bizim ibadətimizdir. Siz bizim ibadətimizi xarab eləməyin. Biz də bunların sözlərinə baxdıq, bunların hörmətən videolarda sildik. Əkslər, filanları sildik, yoxumdur. Yəni, indi biri mənə desə ki, yoxumdur, mən silmişəm, gedibdir. Üstündən də bir heç olmasa, indi 17 il, 18 il geçir bu qəziyyəli. Sonra bu gəldi, oturdu. Bundan mən soruşdum, bu nə cür bir şeydir, nə cür bir tapanaqdır. Dedi ki, biz mötəliq edirik ki, 4 dana ünsürdən yaranmışıq. Bu 4 dana ünsür və təbiət bizim nənəmizdir. Biz ora qeydəcəyik. Biz mötəqidik ki, insanın gözəlliyi, paltarlar insanları həvəsləndirirlər. Bu paltarları soyunandan sonra hamı bir-birinə bənzədiyi üçün o insanlar bir-birinə təbii yaraşırlar. Seksi yaraşmırlar daxil.
Onun üçün biz soyunuruq ki, torpaqla bir olduğumuzu görsədək. Öləndə ki, torpağa gedəcəyik, onu gör. Çox gözəl, sevdim əslində deyim. Yəni bunu deyim sizə. Həccin fərzləri 3-dür. Əvvəlki niyyət etməkdir. İkincisi ehram bağlamaq, təvaf etməkdir. Ehram dedim o parçanı bağlamaq, təvaf da dolanmaqdır. Təvaf etmək. Üçüncü Ərəfatda vəqfiyyə turmaqdır. Vəqfəyə. Əlbəttə vəqfəyə. Vəqfəyə durmaq. Yəni Ərəfatda gedirlər, bir müddət dayanırlar. Dayanmaq. Durmaq, yəni vəqfəyə darmaq, vəqfə yəni durmaq, dayanmaq. Orada dayanırlar. Turmaq da ki, durmaqdır da, T. Tu ilə yazıbdır. D və T türk dilində bir-birinə çeynir. Zəkatın fərzi birdir. Zəkatın bir fərzi var. Niyyətdir. Niyyət etmək, zəkat verməkdir. Dedik ki, niyyət, yəni əməl. Niyyət yerə bir dana başqa əməl. Əməl özü başqa bir əməl deyil. O zaman ki, siz bir əmələ qalxdınız, o işi görəsiniz, o sizin niyyətinizdir. Təcdid iman budur. İmanı necə təcdid edilir? Bu mənə lazımdır ki, imanı təcdid edilir. Ya Rəbbi, əgər bəndən kəlmə-i küfr və şirk və xəta və üsyan hər nə tadır, hər nə sadir olduysa, hər nə sadir olduysa, tövbə etdim və rücu etdim. Din-i İslamı qəbul etdim. Həzrəti Muhammed aleyhissalatu vesselam sənin canibindən hər nə gətirdiysə, ana inandım. Ana inandım. Bunu bir cür yazıbdır ki, həman üstünə də ən qoyubdur, yazıbdır, inandım. Haqdır və gerçəkdir. Allah-u Teala'ya inandım və Allah-u Teala'dan hər gələn nəsnə düşüncə, fikir, maddi, hər nə mənə ki var, Allah-u Teala'nın muradi üzərə inandan bir peyğəmbərlərə inandım. Peyğəmbərlərə inandım və peyğəmbərlərdən gələn hər nəsnəyə peyğəmbərlərin muradi üzərə inandım. Əşhədu ən la ilahə illallahu və əşhədu ənə Muhammedən abduhu və rasuluhu. Qutuldu getdi. Təzdid-i nikah. Mən fikir edirəm ki, buracan bu gün kitabı oxuduq, yaxçıdır. Gedək görək ki, bu kitabın sonunda əcəba bir tarixi tapa bilirik ki, o tarixi də oxuyaq, görək bu kitab neçə yüz il bundan qabaq əl yazmasıdır, neçə yüz il bundan qabağın əl yazmasıdır. Qılmış bir, görək bu nədir? Bəyan edər. Bab-ı isqati səlati bəyan edər. İndi burada nə cür namaz düşər? Dedim ha mən əvvəldə namaz, onu deyir ki, görək qabaq Allahümmə əntə Rəbbi la ilahə illa əntə xələqtəni və ənə abdükə və ənə ələ əhdikə və ədəkə ma stəta'tə əuzu bikə min şərri ma səna'tu əbu ləkə bini'mətikə ələyyə və əbəu bizənbi fəğfir li fəinnəhu la yəqfiruz zunubə illa əntə. Hala bunlar şeydirlər da, yəni ehtimalən bir dualardılar ki, sonra oxuyur nə cür şey ola, onlara baxıram ki, görüm nədən ötürdü, görmədim. Qeydaq gələk kitabımızın başına. Bab-ı isqati salat bəyan edər. Fulan ibni fulanın qılmış bir aylıq isqat salatı üçün şunu sana verdir. Əlləzinə əddin aldın, ehtimalə aldın, qəbul etdin mi? Hə, filan ibn filan, məsələn, İnsafəli İmmiyəli oğlu, İsməli oğlu, qılmış bir aylıq isqat
səlatı üçün şunu, yəni hər nə ki əlimizdə var, bunu, o 100 tümən, 1000 tümən, 1 milyon tümən, 100 milyon tümən, şunu sana verir. Bunu sənə verdim. Bunu sənə verdim. Ki nə olasın? Bir ay namazı verdim. Aldın. Sən də qəbul edin. Qəbul etdin mi? Qəbul elədin ki, bunu aldın. Qəbul edirsən ki, namazı qılasan, deyəsin. Gərək qəbul elədilsin, deyə. Ol dəxi, aldım, qəbul etdim, deyib, genə sana hibə etdim, deyə. O da deyək ki, mən bu pulu səndən aldım, namazı qıldım, onun şeyini sənə verirəm, səvabı sənin olsun. Gəc döyürə isə tamam çəkəsin. Gəc döyürə isə tamam çəkəsin. Nemiyorum این gəc dəveyrə. Gəc döyürə. Əlbəttə də هستش. Dədir. Gəc dəveyrə isə tamam çəkəsin. Ondan sonra bir gəc dəfə qılmış fidyeyi savm üçün, qılmış qurban üçün, qılmış nəzri üçün, qalmış mən də xondam, qələt xondam. Qalmış aman. Qalmış qurban üçün, savmi üçün, savm oruç, savmi üçün, qalmış qurban üçün, qalmış nəzri üçün, qalmış hüquqi ibad üçün, ibad yəni bəndələr haqqıları üçün, qalmış ma vəcəbə əleyhissi üçün, hala bunları bir-birinə yapışdırdığı üçün beləsi oxunur. Ma vəcəbə əleyhissi üçün, si üçün cüda ayrı yazılıbdır. Dəvr 2 aylıqdan ölsə ötün. Hala nə idi bilmədim buranı. Dəvir olur. Dəvir devr olur. Devr olmaq. Məni mütəvəccüh oldum. Devr. Burada da dəvir. Dəvir yəni devr oldu. Verildi. Üstədə var idi, bunu oxuya bilmədim. Gəc dəvirə isə, neçə dövr isə. Gəc dəvirə ya döyrə. Gəc dəvirə olacaqdır. Gəc dəvirə isə tamam çəkəsin. Hamısını gərək yerinə gətirəsən. Ondan sonra bir gəc dəfə qalmış fidyə. Hər neçə dəfə ki o fidyə qalıbdı, onu savm üçün, qalmış qurban üçün, qalmış nəzri üçün, qalmış hüquqi ibadi üçün, qalmış ma vəcəbə əleyhisi üçün devr 2 əliqdən olsa 30. Hala əliq etməli bir miqdardır. İndi nə qədərdir onun böyüklüyü, kiçikliyi bilmirəm. 2 aylıqdan olsa aylıq ehtimalən olar. 2 aylıqdan olsa 30 ay devr olur. 30 dövr olur. Ya bir ay, ya bir, bəli, düz oxudum. Aylıq həman, aylıq. 2 aylıq olsa 30 devir olur. Ya bir ay ilə yaxud 2 ay ilə olursa bir sayarlar. Yaşı 2 ay olursa 30 0-30'a bölür. Yaşı 10-60'a bölür. Yaşı 15-90'a bölür. Yaşı 20-130'a bölür. Bunlar nədir? Bu hesablar mən bilmirəm. Yəni burada bir hesablar yazıblar ki, mənim xəbərim olmadığı üçün onları bilmirəm. Çünki mənim nəzərimcə niyyət əməldir. Mən niyyət edirəm sənin tərəfindən namaz qılım olmaz. Çünki hər kəsən özünə niyyət eləyə bilər, özüyə niyyət eləyə bilməz. Bu bir bazardır, bir tükan bazardır çıxadıblar. Dedik ki, niyyət əməldir. Sən niyyət edirsən ki, mən məsələn dədəmə namaz qılıram. Axı, sən dədəvə namaz qıla bilməzsən ki, o
Niyyəti gərək özü eləyəydi. Yəni özü əməl eləyəydi. Sən onun tərəfindən əməl eləyə bilməzsən. Pul alarsan, yeyərsən, keyfin saz. Amma ona o getməz. O sənindir. O sənin əməlindir. Sən özgənin tərəfindən cəhad eləyə bilməzsən. Sən özgənin tərəfindən Məkkəyə gedərsən, amma o sən getmirsən. O şeyə rəbti yoxdur. O dədən, ölən dədən rəhmətliyə rəbti yoxdur. Heç ilgisi yoxdur. Dostlar, və in yekadul-lezine keferu liyazliqannek bi absarihim lemma. Okay, bu da bir nəfər burada yazı yazıbdı. Heç və əla hakeza qiyasun. Bu da ki şey yoxdur. Tarix mütəəssifanə bunda mən də görmədim. Kitabı əlbəttə əvvəldən axıra oxumadıq. Bəlkə bir yerdə yazmış ola bilər, amma pis oxumadıq. Yəni bir 10-15 səfər oxuduq heç olmasa kitabdan. Pis deyildi. Yəni əlbəttə səfərləri də kiçik yazıbdı, böyük xətt ilə yazıbdı. Hər səfərdə 7 sətir yazıbdı. Hər sətirdə 4 kəlmə yazıbdı. Sayıram, dəqiqən 4 kəlmə yazıbdı. Birində 5 kəlmə yazıbdı. Qalanında 4 kəlmə yazıbdı. Məsələn, burada 4-dür, 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 4-dür. Əvvəldəkində və axirində 5-dir. Calibdir. Burada da əvvəlindəkində 5-dir, axirindəkində də 5-dir. Bu səfərdə 5-dilər. Yox. Bu səfərdə də 4-dülər, bir-iki dənəsində 5-dir. Bəli, hamısında 5-dir, əvvəldəkində, əlbəttə bunun əvvəlində də 4-dilər. Axirində amma 5'dir. Tamam. Bu qədər. Mən çox sevindim, bir kitabla tanış oldum. Niyyət haqqında bu günləri düşüncəm mənim odur. Onu dedim. Umarım ki, xeyirli olsun hamımıza. Və biz, Allah bizi qəbul eləsin, Həzrət Rəsulun ordusunda olaq. Və İslamı Həzrət Rəsulun öyrətdiyi kimi, yaşadığı kimi yaşayaq. Bu cür yaşayırıq, bu İslam deyil. Sağ qalın, səlamət qalın, gecə gününüz xeyir olsun.